Mən Kəmalə Babayeva 2023-cü ildə Bakı Slavyan Universitetində Filologiya fakültəsini bitirmişəm. Artıq 2 ilə yaxındır ki, burada tələbə qeydiyyatı və sənədləşmə şöbəsində fəaliyyət göstərirəm. Bakı Slavyan Universiteti inklüziv təhsilə önəm verir və buna görə də burada qurulan infrastruktur əlilliyi olan şəxslər üçün nəzərə alınıb və burada əlilliyi olan şəxslər həm işləyə, həm də təhsil ala bilərlər. Mən həmçinin Bakı Slavyan Universitetində 2022-ci ildə keçirilən İnklüziv Təhsildən İnklüziv Cəmiyyətə adlı layihəsinin iştirakçısıyam. Yadımdadır ki, layihə çərçivəsində keçirilən ilk tədbirdə iştirak edərkən ən böyük arzumun məzun olduğum Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərməyimi dilə gətirmişdim. Bu gün qürur hissi ilə deyə bilərəm ki, universitetimizin rektoru tərəfindən mənə göstərilən etimad nəticəsində mən yeni tədris ilində Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərəcəm. Mənim hekayəm göstərir ki, inklüzivlik sadəcə bir anlayış deyil. İnsanın potensialına inanmaq, ona bərabər imkanlar yaratmaq və arzularını reallaşdırmaq üçün şərait yaratmaqdır. Mən də bu etimadı doğurdaraq gələcək nəsillərə faydalı olmaq üçün bütün bilik və bacarığımı səfərbər edəcəm.